Vaxtınız xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağa Albalı yolunda yoldan 100 metr məsafədə 10 sota yaxın torpaq sahəsinin içində biraz da artıq var. Evin torpağının çıxarışı var. Belə bir gözəl bağ evimiz çıxıb satışa. Yay fəsli ilə əlaqədar izləyicilərimizin əksəriyyət bağ evləri ilə maraqlanır. Həqiqətən də möhtəşəm bağdır. Evin içərisində göstərəcəyim sizlərə bir böyük zal, 3 yataq, bir mətbəx, bir sanuzel. İpotekada yararlıdır. Ev 140 kvadratlı. Evin arxasına rahat bir şəkildə keçidi var. Hər iki tərəfini göstərincə sadəcə belə deyək də bir fasadlanmaya ehtiyacı var. Və evin də qeyd etdiyim kimi sağ-sol tərəfinə rahat şəkildə keçidi var və ondan əlavə evin arxasında da balaca əl damları var. Böyle bir evdir. Və giriş hissəsini sizlərə göstəreyim. Giriş hissəsini təqdim edeyim sizlərə. Giriş hissəsinə baxın, böyük bir giriş hissəsi var. Hətta giriş hissəsində sağ və sol ətraflarda əlavə evlər də var, otaqlar da var. Və keçək evin içərisini sizlərə göstərək. İnşallah. Burada da açıq balkonda fikir verin. Belə bir açıq balkonu var. Qiymət 105.000 manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Həm yönünə görə, həm qiymətinə görə belə deyək olar ki, ev yəsi normaldır. Yəni reallıq olsa endirimdə olacaq. Və keçək inşallah evin içini sizlərə təqdim edək. Həm yeri gözəldir, həm havası yaxşıdır. Və keçək sizlərə evin içərisini təqdim edək inşallah. Və evin içərisini göstərək sizlərə, fikir verin. Belə bir böyük bir zalı var. Və üzbəüz gördüyünüz kimi 3 dənə yataq otağı var. Və onu da nəzərinizə çatdıraq ki, yəni əşyaların ola bilər ki, bəzi hissəsi qalsın. Və isti qeyd etdiyimiz kimi kombidir. Fikir verin, böyük zaldır həqiqətən də. Və burada da bir otaq var, sadəcə olaraq sizlər təqdim edə bilmirik. Və mətbəxini göstərək sizə. Mətbəxi də böyükdür, yəni kiçik mətbəx deyil. Və sanuzelini göstərək. Sanuzel ayrı-ayrı və istipoldan ibarətdir. Fikir verin. Bir sanuzel buradadır, gördüyünüz kimi.